Bugünkü videoda şəxsi inkişaf gerçəkləri haqqında danışacağıq ki, bunlar şəxsi inkişafın həqiqət və yalanlarıdır. Bunlar bir məqalədən oxunmuş bir şeylər deyil, bir materialdan alınmış bir şeylər deyil. Tamamilə şəxsi inkişaf yoluna girərkən həmin bu yolda təcrübə etdiyim səhv və doğru olan şeylərdən ibarət olacaq. İlk olaraq şəxsi inkişafın nə olduğu haqqında danışmaq istəyirik. Şəxsi inkişaf fərdin öz qabiliyyətlərini, öz bacarıqlarını inkişaf etdirdiyi, fiziki, psixi olaraq öz səviyyələrini aşdığı, öz potensialını üzə çıxardığı bir proyektdir. Ki, bu şəxsi inkişaf dediyimiz şey hal-hazırda da gənclər arasında populyardır. Və bir çoxu şəxsi inkişafa bu səbəblərlə başlayır. Romantizm münasibətləri və s. və s. Milyoner və ya zəngin olmaq, istədiyim işi qurmaq və ya bir intiqam almaq üçün də ola bilər. Bunlar əlbəttə müxtəlif səbəblərdən ola bilər. Yəni, özünü inkişaf etdirmək deyəndə onun dərinində bəzən müəyyən şeylər də yatır açığı. Məsəl üçün, özünü inkişaf etdirmək dedikdə onun dərinində də müxtəlif şeylər ola bilər, hansı ki, bayaq kateqoriyalara böldüyümüz peşələr. Yeni başlayanlara sosial medianın satdığı müxtəlif şəxsi inkişaf yalanları var ki, məsəl üçün, buna başlayacaqsan, Lux Maxing eləyəcəksən, məsələn, belə olacaq, nə bilim, Red Pill seçəcəksən, belə olacaq, nə bilim, bu kitabı alsan, bu təlimi alsan, dünyadakı ən ağıllı insan olacaqsan, bu manipulyasiya texnikalarını öyrənsən, belə olacaqsan və idmana başladıqdan sonra hamının sənə baxış açısı dəyişəcək, düzdür. Ancaq önəmli olan özün üçün bir şeylər etməkdir. Niyə? Çünki sən başqası üçün şəxsi inkişaf edəcəksənsə, o müəyyən yerdən sonra həqiqətən də getməyəcək. Məsəl üçün, bugün əgər sən Ayşə üçün idmana gedib əzələ yığırsan ki, ona yaraşıqlı və gözəl görünüm deyirsənsə, Ayşə həyatından çıxdıqdan sonra sən idmana getmək istəməyəcəksən. İnan bu belədir, yəni mən də bunu təcrübə etmişəm. Ancaq sən idmana gedən zaman, düzdür, bir tərəfdə qarşı cinsə, necə deyim, təsir etmək var. Orası ayrı məsələ, oranı bir kənara qoyduq. Bizim əsas səbəbimiz nə olmalıdır? Özümüz üçün etməliyik. Nə ediliksə, birinci özümüz, digər insanlar. Məsəl üçün, YouTube kanalımı nümunə verim. Məsələn, bu kanalı niyə açmışam? Həm özümü inkişaf etdirəndə bu müddətimi paylaşım, həm öz etdiyim səhvləri paylaşım, həm də videoda sizin göndərdiyiniz şərhlərdən də nəticə çıxarım. İkinci səbəb nədir? İzləyicilərimə faydalı materiallar təqdim etməkdir. Yəni, başda olduğun ilk öz səbəbin olmalısan. Daha sonra məsəl üçün deyə bilərsən ki, şəxsi inkişafa belə başladım və s. kitab oxuma və məsəl üçün hər insanın dediyini də dogmatik və sorğulamadan qəbul etmə. Məsəl üçün, bu videoda da səndən istəyəcəm. Məsəl üçün, mənim sözlərimi dinləyərək, tamam, Mehraz düz deyir demə. Otur 2-3 saniyə fikirləş ki, Mehraz bu mövzuda, məsələn, mən Mehraza qatılmıram, bu mövzuda qatılıram və s. Otur və eleştirel düşünməyi inkişaf etdir özündə. Çünki bu şəxsi inkişaf yolunda sənə lazım olacaq. Sosial media həqiqətən də müxtəlif yönləri ilə doludur. Bəzən bu şəxsi inkişafın arxasında çox böyük bir sektor durur və buradan həqiqətən də ən böyük məqsədlərdən biri də maddiyyatdır. Həqiqətən ona görə maddiyyat üçün hər bir yola əl atmaqdan çəkinilmir bu yolda. Realist şəxsi inkişafın öz bir özəlliyi var. Nə edirsənsə özün üçün edirsən. İkinci planda digər insanlar olur. Burada dediyim sənə egoizm və ya necə desəm, lovğalıq kimi görünə bilər, amma belədir. Məsəl üçün, bu, necə deyim, egoizmlə qarışdırılacaq bir şey deyil. Məsəl üçün, sənə bir nümunə verim. Məsələn, bayaq idman nümunəsini vermişdik. Lap onu götür. Məsələn, əgər sən idmanı Ayşə üçün etmirsənsə, özün üçün edirsənsə, bu egoizm deyil. Yəni, bu nə deməkdir? Özünə dəyər vermək gedir. Yəni, şəxsi inkişafın əsas məqsədi nədir? Realist şəxsi inkişafın özünə dəyər vermək, qabiliyyətini əldə etmək, bundan istifadə edərək hədəfinə çatmaq və növbəti hədəfi uğrunda irəliləməkdir. Ancaq məsəl üçün, Machiavellinin kitabını oxuyacam ki, filan kəsi manipulyasiya edeyim və ya nə bilim, filan texnikaları, filan bədən dilini oxuyacam ki, digər insanlara təsir altına alım. Digər insanlardan savayı birinci özünlə başlamalısan. Çünki içindəki özünlə barışıq olduğundan digər insanların çox da bir önəmi qalmır. Burada dediyim, necə deyim, mənfi mənada deyil. Yəni, başqa insanları etkiləməyə çalışmaq yerinə ilk öncə özünü etkiləməyə çalışmalısan. Əlbəttə, digər insanlara kömək etmək, digər insanlara fayda vermək çox yaxşı xüsusiyyətlərdir və əlbəttə hər bir insanda olmalıdır. Ancaq dediyim kimi, bəzən görürsən ki, təyyarədə gedən zaman belə hava oksigen maskasını birinci böyüklər, valideynlər taxır, daha sonra uşaqlara taxırlar. Dediyim kimi, burada da egoizmdən söhbət getmir, daha çox öz dəyər, yəni özünə verdiyin dəyərdən söhbət gedir. Xəyaldakı şəxsi inkişafın ən böyük mənfi xüsusiyyətlərindən biri isə kimlik çatışması kimi bir şeydir. Yəni, necə deyim, sən məsəl üçün, nümunə belə, Ayşənin nümunəsi ilə getmişdik bayaq. Tam indi deyək ki, həyat ayırdı sizi, Ayşədən ayrıldın və artıq idmana getmirsən və indiyə qədər idman etdiyinə görə belə deyirsən. Amma mən indiyə kimi kimə görə idman edirdim ki,
bütün etdiklərim boşa getdi, boş-boşuna çalışırdıq, edirdik. Halbuki sən özündə çox böyük nailiyyətlər əldə etmisən. Bəlkə də yarışlara hazırlaşacaq səviyyəyə gəlmisən, ancaq sırf bir nəfərə görə öz mənliyinlə çatışırsan və bu da xəyallardakı şəxsi inkişafın mənfi xüsusiyyətlərindən biridir. Şəxsi inkişafda nələrə diqqət yetirmək lazımdır? İlk öncə sosial medianın tələlərinə, manipulyasiyalarına qanmamaq, eleştirel düşünməyi inkişaf etmək, öz dəyərinin fərqinə varmaq, ondan istifadə edərək digər insanlara yardım etmək və şəxsi inkişaf yolunda atacağın addımlarda mənfəət güdməmək, tamamilə özünə fokuslanmaq. Yəni şəxsi inkişafın adına nə görürük? Şəxsi. Yəni məndən gedir söhbət. Bu toplumsal inkişaf deyil ki, biz digərlərini də inkişaf etdirək. Əlbəttə, məsələn, şəxsi inkişafla məşğul olarsan, bir kanal açarsan ki, hə tamam, mən müddətimdə belə-belə bir şeylər edirəm, maraqlanan yoldaşlar da istifadə edə bilər deyə bir kanal da aça bilərsən. Ancaq necə deyim, əvvəl özünə kömək edirsən ki, özünü digərlərinə kömək etdirə biləcək bir səviyyəyə gətirirsən ki, digər insanlara da kömək edirsən. Bu gün şəxsi inkişaf barəsində danışdıq. Videomuz bu qədər idi. Kanala abunə olub videonu bəyənə bilərsən. Təşəkkürlər.